Özünü sənə yaxınmış kimi, səni düşünürmüş kimi göstərən, əslində isə çox toksik olan, bax o insanlardan danışacağıq. Birinci tip insanlar sənin şəxsi inkişafını, böyüməyini, dəyişmisəni deyə, yəni mənfi qələmə verən insanlar. Hansı ki, başlamısan məsəl üçün müəyyən kitablar oxumağa, fərqli bir mühitə daxil olmağa, adamlar köhnə mühitindən olan kimsə deyir ki, Mədinə, biz səni artıq tanıya bilmirik, sən çox dəyişmisən, sən əvvəl belə deyildin. Onsuz da dəyişmək istəyirdim deyə mən bu addımlar atmışam da, yəni normal olaraq dəyişməyib. Amma bunu mənfi obrazdaymış kimi qələmə verirlər. Toksik insan. İkinci, ən çox rastlaşdığım. Sən başlayırsan planlarından danışmağa, məsəl üçün xaricə getmək istəyirəm, səyahətlər eləmək istəyirəm, özümə xarici bir maşın almaq istəyirəm. O dəqiqə belə reaksiya. Mədinə, biraz realist ol. Bu Azərbaycandır. Burada elə bir şey olmağın üçün sən ancaq bir yaxşı daydayın olmalıdır və s. kimi. Yəni mən düşünürəm ki, bu reaksiyanı verən insanların həqiqətən də çox ciddi psixoloji problemləri var. Bunlar həyatda heç vaxt özlərinə belə bəlkə də inanmırlar ki, bu həyatda bir insan öz gücünə nə isə bacarar. Onlar fikirləşirlər ki, belə hadisələr ancaq kinolarda baş verir. Yəni Azərbaycan reallığında keçərli deyil. Toksik insan. Növbəti ən çox qıcıq olduğum insan tipləri. Bəxti gətirdi hər şeyi deyənlər. Sən gecə bilmirsən, gündüz bilmirsən, istirahət bilmirsən, yay bilmirsən, qış bilmirsən, işləyirsən. Axırda da sənə deyirlər ki, sən belə şeylərdə şansın yaxşı deyil, bəxtin yaxşıdır. Mən eləsəm olsa mən də alınmalı. Sənin elə həmişə bəxtin gətirib belə mövzularda. Nə deyəsən? Çönüb günlərini göstərdirsən, izah eləyirsən, yox o deyil, budur, ay yox, hər şey o. Bəzi insanlar var ümumiyyətlə mövzudan əlavə hər söhbəti şansa, bəxtə bağlayan insanlar həyatı boyu inkişaf eləyə bilməyəcəklər. Söhbəti ancaq neqativ danışmağı sevən insanlar. Mən başa düşürəm. Hər kəsin müəyyən qədər bir problemləri ola bilər, elə bir dönəm ola bilər ki, həqiqətən də insanlara ehtiyacı var. Amma bu tip insanlar belə insanlardır ki, onlar sənə yığırlar ancaq problemi olan vaxt. Mənim buna ehtiyacım var, bu istər emosional, istər maddi dəstəyə ehtiyacım var. Amma sən hansısa bir uğurun zamanı onları görmək, onları axtarırsan, onlarla nə isə bölüşmək istəyirsən, onları o vaxt tapa bilmərsən. Yaxud da tapsan da, hə, nə yaxşı, bunu qazanmısan, hə, əla, laf yaxşı, mənim falan işlərim var idi, mən ora gedirəm, ora tələsirəm. Əvvəl elədiyim ən böyük səhvlərdən biri idi. Fikirləşirdim ki, insanlarla mən qoy empatiya qurum. Mütləq onları hər zaman başa düşməliyəm. Bir yerə kimi ki, gördüm bəzi insanlar həqiqətən də mənim lazım olan vaxtımda, istər bu xoş günlər, istər bu pis günlər. Çünki hər bir kəsin həyatında müəyyən elə dönəmlər olur ki, hamı hər zaman güllük gülistanlıq olmur ki, sənin mənfiyə düşdüyün vaxtlar da olur. O insanları ətrafında görməyən kimi və ayılırsan ki, bu adam o adam deyil, səni bu insan sadəcə öz dərdinə bir ortaq kimi görür. Qətiyyən həyatımda saxlaya bilməyəcəyim o insanlardır. Növbəti, sənə güya zarafat eləyirmiş adı altında istədiyi o cümləni, sözü deyən insanlar. Bu insanlara diqqət eləsəz, əsasən seçdiyi ortamlarda, yəni kütlə içində olur. Tək başına bəlkə də səndən heç vaxt o zarafatları eləməz, yəni o sözləri deməz. Amma ki, nədənsə cəmiyyət içinə çıxanda, bir toplum içinə çıxanda başlayır səni sevmədiyin, sənin zəif nöqtələrindən və s. səni incidən söhbətlər eləməyə. Fikir bildirəndə, reaksiya eləyəndə də deyir ki, nə oldu ki, bu zarafat elədim də, sən də heç nəyi empatiyası yoxdur, heç zarafat qəbul eləmirsən, zarafat başa düşürsən. Əslində isə bu adamların içdən içə sənin paxıllığını çəkdiyini çox yaxşı hiss eləmək və görmək olar. Son olaraq, heç vaxt özü o işlə məşğul olmayıb, sənin məşğul olduğun sahədə özünü ekspert kimi göstərən adamlar. Bu mənim ən böyük yaralı yerimdir. Niyə görə? Çünki mən biznes sahəsi ilə məşğulam. Bizdə də biznes anlayışı biraz bilirsiniz də, bizneslə məşğulsan demək, heç bir işlə məşğul deyilsən. Hər zaman bu cümlələri eşidə bilərik. Mədinə, sənin nəslində bir biznesmen olmayıb, sən nə bilirsən axı, biznes nədir? Biznes ümumiyyətlə bizlik deyil.
və sair, yaxud da ki, bu sahəyə uyğun, bunu belə eləsən daha yaxşı olar deyə. Məsələn, burada belə eləsən daha yaxşı. Özü amma heç vaxt bu işlə məşğul olmayıb bu adam. Yəni bu insanları heç vaxt başa düşə bilməyəcəm, heç vaxt. Sən heç bu işin içində olmamısan. Bununla bağlı necə fikir bildirə bilərsən? Necə bir insanı yolundan döndərə, necə bir insanı mənfi fikirlər bildirə bilərsən? Yəni bəzən insan başa düşmür ki, mənim verdiyim bir rəy, tutaq ki, psixologiyası zəif bir insandır. Mənim bunun haqqında deyəcəyim bir cümlə, bir söz bu adamı, bütün gələcəyini, bütün karyerasını dəyişə bilər. Bu adam bəlkə də bu yolla bütün həyatını müsbətə doğru dəyişə bilərdi. Amma sənin dediyin o cümlələrə görə həqiqətən də özünə inamı azaldı və fikirləşdi, doğrudan da məni deyil, getdi tam başqa bir sahəyə. Necə olar? Yəni ona görə kiməsə fikir bildirəndə, kiməsə bir məsləhət verəndə 100 ölçüb bir biçmək lazımdır ki, bu adama birdən mən təsir eləyərəm. Bu haqqda nəsə bir fikrim, bir anlayışım yoxdursa, xeyirlisi Allahdan deyib sadəcə izləmək lazımdır. Durub fikir bildirməyə qəti yol verilməz. Sonda düşünürəm ki, bu tip insanları əgər həyatımızdan çıxarda bilsək, yaxud da çıxarda bilməsək də bəzən, onları özümüzdən maksimum uzaq saxlaya bilsək, yetəri qədər parıldaya, öz istədiklərimizə, hədəflərimizə daha sürətli şəkildə çata bilərik. Hər birinizə istədiyiniz, arzuladığınız o həyatı yaşamağı arzu edirəm.